Qoğalın səsini dinlədiniz. İndi keçək hazırlanma qaydasına. İlk öncə mayanı aktiv edirik. Maya, şəkər tozu, un, az da südlə qarışdırıb qoyuram, aktiv olsun. Mütləq iliq süd olmalıdır. Yumurta, duz, xama, daha sonra kərə yağı əlavə edib qarışdırıram. İliq südlə suyu da bir yerdə qarışdırıb, yumuşaq ələ yapışmayan bir xəmir yoğuracam. Bu arada mayanı da əlavə etdim. Xəmiri yoğurub qoyuram, mayalansın. Xəmir yaxşı mayalanmalıdır. İçlik üçün şirin qoğal hazırladım. Siz şor qoğal da hazırlaya bilərsiniz. Lazım olan ərzaqları qaba əlavə edib əlimlə qarışdıraraq umaç hazırlayıram. Artıq içliyim də hazırdır. Xəmirim də yaxşıca mayalandı. Xəmirdən 6 kündə hazırlayıram. Kündələrin üzərini örtürəm və 10 dəqiqə təkrar kündələr mayalanmalıdır. Xəmiriniz nə qədər çox mayalansa, yuxanı açmaq o qədər rahat olur. Açdığım hər bir yuxanı yağlayıb, təkrar üzərinə yuxa qoyuram. Eynən 6 kündəni bu qaydada hazırladım. Mən kərə yağından istifadə etmişəm və aralarını çalışın ki, hər tərəfini eyni qaydada yağ vurun. Rulet formasında bükürəm. Mən bu ölçüdən 25-26 ədəd qoğal hazırlayıram. Bəzən olur ki, 30 ədəd olur. Daha sonra təkrar hazırladığım bu yuxaları gözlədirəm ki, yağı donsun. Soyuq yerdə qoymaq lazımdır ki, daha gözəl hazırlamaq olsun. İçliyi doldurub qoğal formasını verirəm. Hər birini aydın şəkildə sizinlə paylaşmışam. Və təkrar gözləyirəm ki, 10 dəqiqə, 15 dəqiqə qoğallarım mayalansın. Sobanı öncədən 180 dərəcədə isitmişəm. Üzərinə yumurta vurub tam qızarana qədər bişirdim. Budur qızlar, möhtəşəm olur. Keçmişdə yediyiniz o qoğalın dadını alacaqsınız. Mütləq bir dəfə də olsun bu reseptlə sınayın. Videomu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Hələlik. Sadəcə bir kündədən yuxa açmadan qat-qat dadlı, ləzzətli qoğalların hazırlanmasını sizinlə paylaşıram. Ölçüləri açıqlama bölməsində qeyd etmişəm. İliq südün üzərinə şəkər və mayanı əlavə edib 5 dəqiqə gözlədirəm. Daha sonra qalan ərzaqları əlavə edib xəmiri yoğururam. Unu az-az əlavə edib yumşaq xəmir yoğurun. Xəmirim artıq hazırdır. Qızlar 1 saat mayalandı. Hazırladığım kündəni bu qaydada açıram. İçini bolluca kərə yağı ilə yağlayıram. Yağ mütləq yumşaq olmalıdır. Gördüyünüz qaydada xəmiri qatlayıb qoyuram soyuducuya. 1 saat soyuducuda gözləyir. İçliyi hazırlayıram. Siz bu qaydada şor qoğalda hazırlaya bilərsiniz. Hazırladığım içliyi qoyuram kənarda. Xəmirim artıq hazırdır. Xəmiri təkrar açdım və bolluca kərə yağı ilə yağladım. Və bu zaman içliyi də əlavə edib əlimlə yaxşıca möhkəm sıxıram ki, dağılmasın. Rulet formasında kəsib təkrar 10-15 dəqiqə mayalandırdım. Üzərinə yumurta vurub 180 dərəcədə qızarana qədər bişiririm. İnanın qızlar, möhtəşəm olur. Mütləq sınayın. Bu reseptimi TikTok səhifəmdə 4 milyon izlənmə gəlib. İnanın ki, hər kəs bəyənib. Sizlər də mütləq hazırlayıb nuş edin. Videomu bəyənməyi unutmayın. Hələlik. Bu şirniyyat Cənub bölgəsinin ən çox sevilən şirniyyatlarından biridir. Biz tərəfdə bu şirniyyata bişi deyilir və gəlin köçərkən hər evdə bişi hazırlanır. Eynən uşaq vaxtı necə görmüşdümsə, o qaydada hazırladım. İlk öncə mayanı hazırlayıb qoyuram aktiv olsun. Daha sonra unun üzərinə duz, yumurta, xama, kərə yağı əlavə edib qarışdırıram. 1 stəkan süd, 1 stəkan su qarışdırıb İliq halda xəmirin üzərinə əlavə edib yumşaq xəmir yoğururam. Xəmir mütləq yumşaq olmalıdır və qoyuram ki, xəmir yaxşıca mayalansın. Mayalanan xəmirdən 6 kündə hazırladım. Hazırladığım kündələrin üzərini örtüb təkrar 15 dəqiqə gözləyirəm, mayalansın. Kündə mayalananda qızlar daha rahat açmaq olur. Aça bildiyim qədər nazik açıb hər qatını kərə yağı ilə yağlayıram. Nə qədər nazik açsanız, bişi o qədər gözəl alınır. Daha sonra 2 barmaq qalınlığında doğrayıb rulet formasında bükürəm. Bu ölçüdən 25-30 ədəd bişi alınır. Və təkrar gözləyirəm. 10-15 dəqiqə mayalansın. Qızlar, hər dəfə mayalandırmaq lazımdır ki, xəmir gözəl olsun. Və nazik formada yayıram. Təkrar yaydıqdan sonra 15 dəqiqə gözləyirəm ki, mayalansın. Ən sonda bol yağda qızardıram.
tez-tez o tərəf bu tərəf çevirmək lazımdır ki, içi də yaxşı bişsin. Qızarandan sonra salfetin üzərinə qoyuram ki, azca yağı çəkilsin. Daha sonra üzərinə şəkər əlavə edirəm. Gördüyünüz kimi qızlar, həqiqətən də dadlı alınır. Mütləq hazırlayın. Fikirlərinizi yazmağı unutmayın. Sizlər necə hazırlayırsınız? Siz mənə bu videoda dəstək olub, bəyənin, yorum yazın. Videomu dostlarınızla bölüşün. İnşallah bir neçə gün sonra qoğalın reseptini sizinlə bölüşəcəm.